Penis böyrücü kremlər varmı və yaxud da dərmanlar varmı? Bugünkü mövzumuz budur. Nə oldusa bu koronadan sonra ortaya çıxdı. Bu koronadan sonra bəylərin öz cinsi orqanları ilə bir məmnuniyyətsizliyi yarandı. Buna da səbəb əslində artıq bu bəzi pornoqrafik saytlara baxışların sayı artması ilə əlaqəlidir. Yəni bəylər oradakı videodakı belə həddindən artıq böyük cinsi orqanları gördükcə onlar özlərinkinin qısa olduqlarını düşünürlər. Əslində belə bir şey yoxdur təbii ki. Bildiyimiz kimi oradakı videolarda müəyyən şəxslər müəyyən dərmanlar qəbul edərək oradakı performansı sərgiləyirlər. Johnny Sins gəldi ağlına, deyilmi? Ağlımız oradakı Johnny Sinslərə getməsinə ehtiyacı yoxdur. Oradakı reklamlara güvənib də siz əgər dərmanlar, kremlər istifadə edəcəksinizsə bir daha düşünün. Çünki oradakı dərmanlar, kremlər penisə cinsi həyatınızda ciddi miqdarda ziyan verə bilər. Əgər siz qısalıqdan əziyyət çəkdiyinizi düşünürsünüzsə, mütləq dərəcədə bir androloqa yaxınlaşmalı və bir əməliyyatın göstəriş olub-olmadığını dəqiqləşdirə bilərsiniz.